cüzzam və ya lepra, Hansen basili, Myxobacterium leprae adı verilən bir mikroorqanizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir. Ancaq yoluxma ehtimalı çox aşağıdır. Bu səbəblə uzun illər yoluxucu bir xəstəlik olaraq qəbul edilməmiş, ancaq xalq arasında ən az və baqədər qorxulan bir xəstəlik olmuşdur. Onun insandan insana yoluxduğu düşüncəsi əsasən fərziyyədir, çünki hələ necə yoluxduğu sübut edilməmişdir. Xəstəlik səbəbi olan basil 1873-cü ildə Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan köç basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir. Xəstəlik faktoru olan bakteriya bədənə girdikdən sonra simptomların ortaya çıxması, immun sistemin müqavimətinə görə 2-20 il çəkə bilər. Cüzzam sadəcə insandan yoluxur. Basil xəstə bədənindən çölə müxtəlif yara ifrazatları və xüsusilə burun ifrazatı ilə çıxır və ətrafa yayılır. İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur.